Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Zilhicce ayının əvvəllərindəyik, qardaşlar. Keçən xatırlamada qısa bir xatırlama elədim. 3-4 dəqiqəlik Zilhicce ayının fəziləti və bəzi əhkamları ilə ilgili. Bu məclisdə də yenə qısa bir xatırlatmaq istəyirəm. Zilhicce ayının əhkamları ilə ilgili və yaxud da xüsusi əhkamları və Zilhicce ayının əsas özəllikləri, hansı ki, hər bir müsəlman qadına və kişiyə vacibdir ki, bu əhkamlardan xəbəri olsun və bunları yerinə yetirsin. Bunlardan birincisi, Zilhicce ayı girdikdən sonra sünnədir ki, müsəlmanlar yolda, maşında, harda münasibdirsə, təkbirləri çoxaltsınlar. Təkbir gətirsinlər, təhlil gətirsinlər, təhmid gətirsinlər və xüsusən də namazlardan sonra. Buna ümumi təkbirlər deyirlər Zilhicce ayının əvvəl 10 günün münasibəti ilə. Abdullah ibn Abbas, Abdullah ibn Məsud radiyallahu anhudan gəlir. İbn Teymiyyə rahimehullah demişkən, ən səhih təkbirin siğası, uslubu. Bayaq qardaşlarla da bu hədisə baxdıq. Onu da xatırlatmaq istəyirəm ki, qardaşlar da təkbirləri gətirərkən, xüsusən də bayram günü, həmən siğa ilə, həmən uslubla, həmən tərtiblə gətirin ki, çünki müxtəlif rivayətlər var təkbirin deyilmə qaydalarında. Ən səhihi Abdullah ibn Məsud radiyallahu anhudan gələndir. O da belədir. Allahu Ekber, Allahu Ekber, La ilahe illallahu, Vallahu Ekber, Allahu Ekber və lillahil hamd. Deməli, əvvəlində 2 dəfə Allahu Ekber, Allahu Ekber, 3-cü La ilahe illallah, 4-cü Vallahu Ekber. Və hərfi də var. Vallahu Ekber, sonra Allahu Ekber və lillahil hamd. Ən doğru üslubu budur, qardaşlar. Çalışın bunu, istərsən maşında get, istərsən bazarda, istərsən dükkanında, istərsən yolda, məsciddə, harada olursunuz olun. Bu təkbirləri Zilhicce ayının 10-da, o Zilhicce ayının da 10-da kimi, bayram gününə kimi bu şeyləri davam edin. Bu ümumi şəkildə təkbirlərin qaydası belədir və xüsusi şəkildə də bayram günü, Arafa günü fəcirdən sonra başlayır. Hər namazlardan sonra xüsusən təkbirləri gətirmək. Arafa günü fəcirdən sonra ta təşriq günlərinin, bayram günlərinin sonuna kimi, sonuncu gününə kimi, gün batana yaxına kimi təkbirləri gətirə bilərsən. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, ən doğru cümhur alimlərin, mühəddislərin və faqihlərin dediyi bu rəydir. Bəzi alimlər deyir ki, bayram günü, Arafa günü fəcirdən sonra ta bayram günü camarata daş atana kimi eləyirsən və orada kifayətlənirsən. Lakin İbn Teymiyyə rahimehullah deyir ki, bu məsələlərdə cümhur alimlərin əksəriyyəti, mühəddislərin və fuqahaların dediyi rəy odur ki, hətta təşriq, bayram gününün axırına kimi, günlərin axırına kimi təkbirləri, təhmidləri və təhlilləri gətirə bilərlər müsəlmanlar. Həmçinin qardaşlar, bayram günü ilə ilgili və yaxud da Zilhiccənin əvvəl 10 günü ilə ilgili olan məsələlərdən kimlər qurban kəsirsə, evin sahibidirsə, o adamlara haramdır, dırnağından, saçından, bığından nəsə alsın. Kimlər qurban kəsirsə. Məsələn, sənin evində atandırsa kəsən, evin sahibi atadırsa, bu sadəcə ona aiddir. Başqa evin üzvlərinə aid deyil. Sadəcə qurban kəsməklə mükəlləf olanlara aiddir. Əgər qurban kəsəcəksənsə, sən artıq Zilhicce ayı girdikdən sonra saçından, bığından, dırnağından və yaxud da təmizlənəsi lazım olan yerlərdən heç bir şey götürmürsən, təmizləmirsən ta qurbanı kəsənə kimi. Qurbanı kəsdikdən sonra artıq bu şeylərdə sərbəst sayılırsan. Bəzi qardaşlar deyirlər ki, Zilhicce ayı girdi, biz qurban kəsənlərdənik, amma unutduq yerinə yetirməyi. Bəzilər deyir, bilmirdik hökmünü ta sən deyənə kimi və yaxud da eşlənə kimi. Biz onlara deyirik ki, harada xatırladın, hardan xatırladın, harada bildinsə, ondan o tərəfə davam etkinən və bildiyin şəkildə təkrar bu xatalara yol vermə.
Əhkamlardan həmçinin qardaşlar, Zilhiccənin əvvəl bu 10 günlərində salih əməlləri çoxaltmaq lazımdır. Dualar, zikirlər, Quran oxumaq, sünnə ibadətləri, həmçinin oruç tutmağa həris olmaq lazımdır. Kimlər bu əvvəl 10 günündə oruç tutmaqları bacarmırlarsa, ən azından Arafa günü inşallah çalışmaq lazımdır. Oruç tutulsun. Bu bizim tarixlə, indiki yaşadığımız, yəni 2016-cı ilin tarixi ilə bu sentyabr ayının 11-nə düşür. Sentyabr ayının 11-nə bazar günündə düşür Arafa günü. Ona görə inşallah kimlər əvvəlki günlərdə oruç tutmağa çatdırmayıblarsa, alınmayıbsa, ən azından çalışın Arafa günü, yəni bazar günü sentyabr ayının 11-i oruc olun. Çünki Arafa günün orucunun özəlliyi var. Allah Azze ve Celle ikilin günahlarını eynir. Allah Azze ve Celle bağışlayır. Və həmin günü yenə zikirlə, dua ilə və xeyirli əməllərlə məşğul olmalıyıq. Həmçinin bayram günün əhkamlarından qardaşlar və yaxud da Zilhiccənin əvvəl 10 günün əhkamlarından qurban kəsmək. Qurban kəsərkən bu məşhur belə bir şey var. Yəni ki, xası duanı oxumaq lazımdır. Bu mollalardan, yəni həqiqətən biz yorulmuşuq zamanında ki, gəlirlər, deyirlər, filan duanı oxumaq lazımdır. O duanı oxumaq üçün həddi buluğa çatmaq lazımdır. Nə bilim, sən onu deməsən, sənin qurbanın sayılmır. Yəni elə bir vəziyyətə salırlar ki, sanki qurbanı molla kəsməlidir, başqa heç kim kəsməməlidir. Təbii ki, bu doğru şey deyil. Ən əfzəli odur ki, hər adam özü öz qurbanını kəsər. Əgər özün kəsə bilmirsənsə, xəstəsənsə, acizsənsə və yaxud da səfərdəsənsə, sənin yerinə kəsən birini müvəkkəl edə bilərsən, tuta bilərsən, bir adam sənin yerinə kəsə bilər. Bunda heç bir problem yoxdur. Lakin ən əfzəli bir insan özünün yerinə özü kəsməsi və kəsdiyi qurbandan özü yeməsidir. Yəni, kəsdiyin qurbandan bişirirsən, bir hissəsini yeyirsən. Başqa bir hissəsini hədiyyə verirsən, hamısını özün yesən də olar, özün yedikdən sonra qalan hissəsini başqalarına hədiyyə olaraq və yaxud da yardım olaraq da verə bilərsən. Ən çox soruşulan odur ki, mən tutaq heç kəsə vermirəm. Bir qoçu kəsirəm, sonuna qədər hamısını özüm yeyirəm. Problem var mı? Problem yoxdur. Sən sonuna qədər yeyə bilərsən. Amma daha yaxşı olar ki, qurban kəsə bilməyən insanlara da, xüsusən başlayaraq öz qohum əqrabalarından kimlərəsə nəsə bacardığın qədər də nəsə bir pay, bir qismət nəsə verəsən. Ən əfsəli qardaşlar, deməli başlayır, aşağıdan başlayır, qoyundan, qoyun və yaxud da qoç 6 ayını tamamlamış olmalıdır. Yarım illik olmalıdır ən azından və kör olmamalıdır, dəli olmamalıdır, yəni beynini itirmiş olmamalıdır, arıq olmamalıdır, yəni ki, ət yeyilməməsi qədər və nə olmamalıdır? Çolaq olmamalıdır. Topal olmamalıdır. Bu şərtlərə riayət etmək lazımdır kəsərkən. Və ikinci növbədə gəlir keçi tayfasını kəsmək olar qurban, amma 1 yaşını tamamlamış olmalıdır. Üçüncü növbədə gəlir inək tayfalarını kəsmək olar 2 yaşını tamamlamış olmalıdır. Üçüncü mərhələdə gəlir, nə gəlir? Dəvə gəlir, dəvə kəsmək də icazəlidir, amma 5 yaşını tamamlamış dəvədən başlayır kəsmək. Xoruz kəsmək olarmı? Toyuq kəsmək olarmı? Buna bənzər şeylər kəsmək olarmı? Xeyr, kəsmək olmaz. Çünki qurbanlıq ən aşağı hardan başlayır? Qoçdan başlayır, qoyundan başlayır. Daha başqa qismləri kəsmək olmaz. Bəzən eşidirik bu xurafi adamlardan ki, həm heç nə tapa bilmirsənsə, toyuq tut kəskin. Toyuq keçərli deyil qardaşlar. Bu İsmail əleyhissalamdan gəlir bu qurban. Bir hekayəni də bilirsiniz ki, İbrahim əleyhissalam oğlu İsmail'i qurban deyərkən və bu sonradan qoça çevrilir və bu ibadət əlhamdülillah sonradan gələn peyğəmbərlərdə qalır və davamlı olur. Və bizim şəriətdə də bu təsdiqlənir əlhamdülillah və qiyamət gününə kimi şəri hökm olaraq da davam edəcəkdir. Yaxşı, bir adam bayram günü bayram namazından öncə kəsərsə, sayılırmı? Sayılmır qardaşlar. O sadəcə sədəqə və yaxud da ət kəsməsi sayılır. Mütləq qurbanını kəsməyi bayram namazından sonra başlamaq lazımdır. Bayram namazını qıldıqdan sonra insanlar qurbanını kəsməyə başlaya bilər. Və burada bir önəmli məsələ var ki, kəsərkən
Bismillah demək kifayətdir. Bismillah deyib kəsdinsə, sənin qurbanın keçərlidir. Və əlavə sünnəyə uyğun eləmək istəyirsənsə, Bismillah, Allahu Akbar deyirsən. Əlavə daha sünnəyə uyğun eləmək istəyirsənsə, Bismillah, Allahu Akbar, Allahumma minni və lək, Allahumma təqabbal minni. Yəni, ey Allahım, bu məndən sənədir, mənim kəsdiyim qurbanı qəbul et. Ərəbcə deyə bilmirsənsə, öz dilində də, öz başa düşdüyün şəkildə də deyə bilərsən. Allahın adı ilə, Allah böyükdür, Allahım, bu məndən sənədir, qurban kəsirəm, mənim kəsdiyim qurbanı qəbul eylə. Ərəbcə bunu demək, tələffüz eləmək şərt deyil. İnsan öz dilində də, sən gürcü dilində, orus dilində, o birisi İngilis dilində, bu birisi ərəb dilində heç bir problem nədir qardaşlar? Heç bir problem yoxdur. Bu qədər inşallah. Və Allah Azza və Cəllə bu mübarək günlərdə bizi ibadətlə, itaətlə keçirməyi nəsib eyləsin. Amin. Və Allah Azza və Cəllə sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Amin. Sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi ecmaîn.